Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm. Hər vaxtınız xeyirli olsun. Əziz Vilayət TV kanalının tamaşaçıları, Axirət Aləmi verilişini izləyirsiniz. Biz keçən verilişlərdə axirət mənzilləri barəsində olan bərzəx haqqında danışdıq. Bərzəxdə olan insanların təkamülü, insanların vəziyyəti, qəbir sıxıntısı və bir sıra məsələlərə toxunuldu ki, demək olar ki, bərzəx barəsində bizim söhbətimiz tamamlandı. Axirət mənzillərindən ikincisi qiyamətdir. Lakin qiyamət mövzusuna mən başlamamışdan qabaq bu verilişdə istəyirəm, biz keçən verilişlərdə qeyd elədik ki, insanlar ki, dünyasını dəyişirlər, ya bərzəxin cənnətinə daxil olurlar, ya bərzəxin cəhənnəminə. Bərzəxin cənnətinə daxil olan insanlar o insanlardır ki, müsəlmandırlar, mömindirlər, Allaha bəndəlik ediblər, Allahın əmrlərinə itaət edib, Allahın qadağa etdiyi şeylərdən, haramlardan, günahlardan çəkilən insanlardırlar. Amma əgər insan kafir olarsa, zalim olarsa, müşrik olarsa, münafiq olarsa, Allaha bəndəlik etməzsə, Allaha asi olarsa, belə bir insanlar öldükdən sonra dərhal bərzəxin cəhənnəminə daxil olurlar. Bu dediyimiz bəhslər mükəlləflər barəsindədir. Yəni o insanlar ki, doğulublar, təklif həddinə gəlib çatıblar, qız uşaqlarında 9 yaşında, oğlan uşaqlarında 15 yaşında ya 13 yaşında, indi müxtəlif təklifində buluğa çatmağında yolları vardır. Hər halda təklif həddinə gəlib çatdıqdan sonra öz seçimləri ilə ya Allaha bəndəçilik yolunu seçiblər, Allaha bəndəçilik ediblər, nəticədə cənnətə daxil olublar. Ya Allaha asi olublar, küfri, nifaqı seçiblər və öldükdən sonra bunlar bərzəxin cəhənnəminə daxil olan insanlardır. İstəyirəm bərzəx haqqında verilişimizi bu verilişdə dünyasını təklif həddinə çatmamışdan qabaq dəyişənlər haqqındadır. Yəni uşaqlar barəsində. Hətta biz bu mövzunu o insanlara da aid edə bilərik ki, baxmayaraq ola bilər təklif həddinə gəlib çatıb, amma ağlı yoxdur. Ağlı olmayanların da təklifi demək olar ki, yoxdur. Amma xüsusi olaraq mən istəyirəm uşaqlar barəsində. Yəni bir insan dünyaya gəlib 5 yaşında, 3 yaşında, 7 yaşında, yəni təklif həddinə gəlib çatmamışdan qabaq dünyasını dəyişmişdir. Bu uşaqlar da iki dəstəyə bölünmürlər. Bir dəstə insanlar kafir insanların uşaqlarıdır. Ata da kafirdir, ana da kafirdir, müşrikdir, zalimdir. Uşaq dünyaya gəlib 5 yaşında dünyasını dəyişib. Biz deyə bilmərik ki, o 5 yaşında dünyasını dəyişən kafirin uşağı, müşrikin uşağı, münafiqin uşağı öldükdən sonra bərzəxin cəhənnəminə daxil olacaq. Bu barədə də bizim hədislərimiz vardır. Amma əgər ölən insanlar, o uşaqlar ki, təklif həddinə çatmamışdan qabaq dünyalarını dəyişiblər, müsəlman insanın övladı olarsa, mömin insanın övladı olarsa, bu barədə hədisimiz vardır ki, dünyalarını dəyişdikdən sonra belə insanların, yəni belə uşaqların kəfalətini Həzrəti İbrahim əleyhissalam və Həzrəti Sara əleyhissalam öhdələrinə götürürlər. Bu barədə bir neçə hədisə işarə etmək istəyirəm. Hədisin biri əziz Peyğəmbərimizdən nəql olunub. Əziz Peyğəmbərimiz buyururlar ki, mən Meyrac səfərinə gedəndə Allah Taala mələkut aləmini əziz Peyğəmbərimizə göstərdi, cənnəti seyr elədi, cəhənnəmə nəzarə elədi. Əziz Peyğəmbərimiz buyurur ki, bu cənnətdən keçəndə mən uzaqdan bir yaşlı, nurani bir şəxsi gördüm ki, ətrafına uşaqlar yığışmışdılar, cəm olmuşdular. Mən Cəbrail əleyhissalamdan soruşdum ki, ya Cəbrail, bu yaşlı şəxsi, bu yaşlı, nurani şəxsi ki, orada əyləşib və ətrafına həddindən artıq çox uşaqlar cəm olmuşdur, bu şəxs kimdir? Bu barədə soruşanda Həzrəti Cəbrail əleyhissalam Peyğəmbərimiz buyurur ki, mənə belə dedi, Haza əbukə İbrahim, bu gördüyün yaşlı, nurani şəxs sənin atan, baban olan Həzrəti İbrahim əleyhissalamdır. Dedim ki, ya Cəbrail, fəma haula'il ətfal hovləhu, bəs onun ətrafında olan o uşaqlar ki var, o uşaqlar kimlərdir?
Cəbrail əleyhissalam dedi ki, haulai ətvalul müminin. Onun ətrafında olan uşaqlar mömin və müsəlman, Allaha bəndəçilik edən insanların övladlarıdır ki, hovləhu, onun ətrafında cəm olub, yəğluhum, Həzrəti İbrahim əleyhissalam sanki onları qidalandırır. Əlbəttə, bu qidalanmaq həm maddi baxımdan da mümkündür olsun, ola bilər mənəvi qidaya da şamil olsun. Baxın, açıq aydın şəkildə Əziz Peyğəmbərimizin o Meyrac hədisindən ələ gələn budur ki, mömin insanların, müsəlman insanların uşaqları dünyasını dəyişdikdə Həzrəti İbrahim əleyhissalam onu öz öhdəsinə götürür kəfalətlərini və maddi və mənəvi şəkildə onlara qidalandırır. Bu bir hədisdir. Başqa bir hədisdə Şeyx Səduq Mən la yəhsuruhul fəqih kitabında nəql edir. 3-cü cildinin 490-cı səhifəsində. Buyurur ki, İnnəlləhə təbarəkə və təala kəffələ İbrahimə və sarətə ətfaləl müminin. Buyurur ki, Allah Taala Həzrəti İbrahim və Həzrəti Sara əleyhissalam ki, dünyalarını dəyişiblər, bütün möminlərin, uşaqlarının hamısının kəfalətini bu iki həyat yoldaşına, yəni zoc və zocənin Həzrəti İbrahim və Həzrəti Sara əleyhissalamın öhdəsinə qoymuşdur. Hədis həddindən artıq uzundur. Hədisin sonunda belə gəlib. Yəni, bütün mömin uşaqlar ki, dünyalarını dəyişirlər, bunların öhdəliyi qoyulur Həzrəti İbrahim və Həzrəti Saranın öhdəsinə. Hədisin sonunda belə qeyd olunur ki, fəizə kanə yevmül qiyamə, amma qiyamət günü olduqda ulbisu və tuyyibu və uhdu ilə abaihim. Qiyamət günü olduqda bu uşaqlar ki, uşaq vaxtında dünyalarını dəyişmişdi, onlara xüsusi behişdən, cənnətdən libaslar, paltarlar veriləcək, geyindiriləcək, xüsusi cənnət ətri ilə ətirlənəcək və öz ata-analarına hədiyyə olaraq təqdim olacaqlar. Fəhum mulukun fil cənnəmə abahim. Bunlar ki, Həzrət İbrahim əleyhissalamın tərbiyəsi nəticəsində böyüyüb, bunlar öz ata-analarına təhvil veriləcək, onlar həqiqətdə cənnətin bir növ padişahları olacaqlar. İmam Sadiq əleyhissalam bu hədisi dedikdən sonra buyurur ki, həqiqətdə və huvə qovlullahi əzzə və cəllə. Mənim dediyim bu söz həqiqətdə Qur'an-ı Kərimdən də bu məsələyə aid bir ayə vardır ki, Allah Taala o ayədə buyurur. Tur surəsinin 21-ci ayəsi. Vəllezîne âmenû, o şəxslər ki, iman gətiriblər, mömindirlər, vəttəbəəthum zurriyyətuhum bi imanin. Öz övladları da imanla onlara tabi olublar. Əlhəqna bihim zurriyyətəhum. Qiyamət günündə onların övladlarını biz onlara mülhəq edərək cənnətə daxil edəcək. Bu hədisdə onu göstərir ki, qiyamət günündə Allah Taala, yəni bərzəx aləmində Allah Taala mömin insanların uşaqlarını Sara və Həzrət İbrahim əleyhissalama tapşıracaqdır. Bu barədə digər bir hədis də vardır ki, artıq burada bütün müsəlmanlardan, bütün möminlərdən söz açılmır. İmam Sadiq əleyhissalam bir hədisdə buyurur ki, İnnə ətfalə şiətinə minəl müminin turabbihim Fatimə salamullah əleyhə buyurur ki, o möminlər ki, bizim şiələrimizdir. Yəni, bizim şiələrimizdən olan möminlərin uşaqları uşaq vaxtında əgər dünyalarını dəyişərsə, o surətdə xanım Fatimə Zəhra salamullah əleyhə özü o uşaqların tərbiyəsini öhdəsinə götürəcək. Bu barədə digər bir hədisi də Əbu Bəsir İmam Sadiq əleyhissalamdan nəql edir. Çox gözəl bir hədisdir. Buyurur ki, İzə mətə tiflun min ətfalil müminin. Əgər mömin insanların, xüsusilə də o möminlər ki, Əhl-i Beytin şiələrindəndir. İmam Sadiq əleyhissalam buyurur ki, əgər möminlərin uşaqlarından bir uşaq dünyasını dəyişərsə, nada munadin fi mələkutis səmavati vəl ərz. Bir carçı car çəkib belə deyər. O carçı harada bu carı çəkər? Göylər və yerin mələkutunda. Yəni, məqsəd həmin o bərzəx aləmidir. Bir insan ki, yəni bir uşaq ki, dünyasını dəyişdi, bərzəx aləminə daxil oldu, bir carçı car çəkərək belə deyər. İnnə filan əbnə filan qədmatə. Filankəs oğlu filankəs dünyasını dəyişdi. Yəni, uşağın öz adını deyər və atasının adını deyər ki, filankəs oğlu filankəs dünyasını dəyişdi.
فَاِنْ كَانَ مَاتَ وَالِدَاهُ اَوْ اَحَدُهُمَا اَوْ بَعْضُ اَهْلِ بَيْتِهِ مِنَ الْمُؤْمِنِينَ دُفَ اِلَيْهِ يَغْضُوهُ. Buyurur ki, bu carçı nə üçün bu carı çəkir? Deyir, məqsəd budur ki, əgər həmin uşaq ki, dünyasını dəyişdi, bərzəx aləminə daxil oldu, bu car çəkib deyər ki, belə insan dünyasını dəyişib. Əgər bu bərzəx aləmində atası özündən qabaq olubsa, anası özündən qabaq olubsa, ya ona yaxın olan əhli beytindən bir nəfər o uşaqdan tez dünyasını dəyişibsə, buyurur, dufiyə ileyhi, həmin uşaq həmin şəxsə təhvil verilir. Yəni, fərz edin, bir nəfər uşaq təzə dünyaya gəlib, atası, məsələn, 5 ay bundan qabaq dünyasını dəyişib və yaxud da dünyaya gəlmişdi 2 yaşında, 3 yaşında anası dünyasını dəyişdi, bir neçə ildən sonra uşaq dünyasını dəyişdi. Bu surətdə həmin uşaq ki, dünyasını dəyişdi, bərzəx aləmində təhvil verilər ölmüş atasına, yəni bərzəxdə olan atasına ya anasına. Amma və illa, əgər uşağı dünyasını dəyişdi, atası da ölməyib, anası da ölməyib, hələ həyatdadırlar, qohum əqrabalarından da, yaxınlarından da, əhli beytindən də heç bir nəfər dünyasını dəyişməyib. Uşaq 3 yaşında, 4 yaşında, 5 yaşında dünyasını dəyişdi. Əgər onun ata-anası bərzəx aləmində deyilsə, hələ ölməyiblərsə, buyurur ki, İmam Sadiq əleyhissalam, dufiyə ilə Fatimə. Həmin uşaq veriləcək xanım Fatimə Zəhra salamullahi əleyhaya. Təqduhu. Xanım Fatimə Zəhra onu qidalandıracaq. Ya maddi baxımdan, ya mənəvi baxımdan. Hətta yəqdəmə əbəvahu. Xanım Fatimə Zəhra salamullahi əleyha o uşağa nə vaxta qədər kəfalətinin öhdəsinə götürəcək? Bu ki, o vaxta qədər ki, ata-anasından ikisi ya ikisindən biri dünyasını dəyişsin. Əv bə'zu əhli beyti, ya yaxınlarından fəttətfəuhu iley. Bu surətdə artıq atası, ya anası, ya ona yaxın insanlardan, məsələn, bacısı dünyasını dəyişərsə, həmin uşağı xanım Fatimə Zəhra təhvil verər atasına. Bu bəhs ki, mən qeyd elədim hədislər əsasında, bu müsəlmanların və xüsusilə möminlərin uşaqları idi ki, öldükdən sonra ya Həzrət İbrahim, ya Həzrət Sara salamullahi əleyhanın öhdəsinə qoyurlar, ya da xanım Fatimə Zəhra salamullahi əleyhaya verirlər. Amma o şəxslər ki, hədisdə qeyd olunur, müşrikdirlər. Biz kafiri də buna şamil eləyə bilərik, zalim, münafiq insanları da bunlara şamil eləyə bilərik. Ata-ana müşrikdir, uşaq dünyaya gəlib 3 yaşında dünyasını dəyişdi. Biz deyə bilmərik ki, ata-anası müşrikdir, bu uşaq cəhənnəmə daxil olacaq. Zalimdir, zalimin 5 yaşında uşaq deyir ki, xeyr belədir, Allah Taala ədalətlidir. Bu uşaqlar barəsində də hədisdə bəzi məsələlərə işarə olunub. Bir hədis əziz Peyğəmbərimizdən nəql olunub. Peyğəmbərimizdən soruşurlar ki, müşrik insanların övladları dünyasını dəyişdikdə onlar Allah Taala tərəfindən əzaba giriftar olurlar, yoxsa cənnətə daxil olurlar. Bunların işləri ümumiyyətlə nədən ibarətdir? Əziz Peyğəmbərimiz buyurur ki, qalə xədəmu əhlil cənnə surətul vildan xuliqu li xidməti əhlil cənnə. Bunlar xeyr, cəhənnəmə daxil olmayacaqlar. Bunların günahı yoxdur ki, Allah Taala onları cəhənnəmə daxil eləsin. Bəlkə bunlar cənnətdə olacaqlar, lakin cənnət əhlinin xidmətçiləri olacaq. Surətul vildan, cavan uşaqlar simasında Allah Taala onlar qərar verəcək, cənnət əhlinə xidmət eləsinlər. Baxın, bu baxımdan ki, günah eləməyiblər, cəhənnəmə daxil ola bilməzlər. Bu baxımdan ki, özləri də xüsusi əməl sahibləri deyirlər, cənnətdə olacaqlar, amma cənnətdə işləri xidmət eləmək olacaq, amma eyni zamanda bu xidmətkarlıqlarından bunlar cənnətdə ləzzət aparacaqlar. Bu barədə başqa bir hədisdə var, İmam Əli əleyhissalamdan nəql olunur. Vaqiə surəsində bir ayə var, həmin o ayənin təfsirində gəlib. Əli əleyhissalamdan bir hədisdir. O ayə bundan ibarətdir. Yətufu əleyhim vildanun, cənnət əhli haqqındakı cənnət əhlinin ətrafında xüsusi xidmətçilər vardı. Cavan oğlan simasında xidmət edərlər cənnət əhlinə. Bu barədə İmam Əli əleyhissalamdan bir hədis vardır. Bu ki, əl-vildanu övladu əhli dünya. Orada cənnət əhlinə xidmət edən bu vildan sözündən ki, məqsəd nurani cavanlardır. Buyurur ki, əl-vildanu övladu əhli dünya. Həmin o uşaqlar, o övladlar dünya əhlinin uşaqlarıdır. Ləm yəkun həsənatun, onların elə bir savab əməlləri yoxdur ki, fəyusabunə əleyha.
5 yaşında, 3 yaşında təklifi yoxdur ki, əməl etsin və onun nəticəsində ona savab verilsin. Bəs bunların gözəl əməlləri yoxdur ki, onlara savab verilsin. Və la səyyiatun fəyuaqabun. Onların elə bir günahları da yoxdur ki, onlara əzab verilsin. Bu baxımdan fəunzilu hazihil mənzilə. Bu baxımdan bunlara Allah tərəfindən bu mənzilət və bu məqam verilmişdir. Oxuduğum bu hədisdə Baharul Ənvar kitabının 5-ci cildinin 291-ci səhifəsində nəql olunmuşdur. Bu verilişdə bərzəx haqqında olan bəhsimiz tamam oldu. İnşallah gələn verilişdə axirət mənzillərindən olan qiyamət haqqında bəhs edəcəyik. Hamınızı Allaha tapşırıram. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.